Fizioloqlar deyirlər ki, hər gün 10-30 dəqiqəlik yüngül qaçış qan dövranını yaxşılaşdırır, immuniteti gücləndirir, stres hormonunu azaldır, yuxu keyfiyyətini artırır. Qaçış zamanı beyində xoşbəxtlik hormonu, serotonin ifraz olunur. Yəni qaçış təkcə əzələləri deyil, insanın ruhunu da qidalandırır. Lakin burada da diqqət etməli məqamlar var. Qaçış hər insana uyğun olmaya bilər. Bəzi insanlar hansı ki, xroniki xəstəliklərdən əziyyət çəkir, onurğada müəyyən problemlər var, onurğada fəqərə arası disklərin yırtığı, menisk problemləri, dizlərdə artroz, qığırdaq yeyilməsi və digər problemləri olan insanlar qaçışa qoşulanda həmən bu problemlərin artmasını müşahidə edə bilərlər. Bu xəstəliklər daha da, gedişatı daha da ağırlaşa bilər, ağrılar ortaya çıxa bilər. Qaçış müəyyən bir rejimlə olmalıdır. Yəni əvvəl ilk olaraq daha çox orta intensivliklə yürüşlə başlasa, sonra qaçış, sonra yenə yürüşə keçməlidir. Qaçış dünyanın ən populyar fiziki fəaliyyətlərindən biridir. Elə ölkəmizdə də kifayət qədər sevilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən qaçış marafonları bu idmanı gündəlik həyatımızın bir parçasına çevirir.